Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve la'netullahi ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Bir daha xanım Zəhra salamullahi aleyhanın şəhadəti münasibətilə hamınıza başsağlığı verirəm. Allah bizi xanıma layiq olan əzadarlardan eyləsin. Amin. İslamda mühüm olan mövzulardan biri də imamət mövzusudur. Dinimizin sütunudur, əsasıdır. Şiə məzhəbinə əsasən dinin əsasları 5-dir. İmamət və ədalət də dinin əsaslarındandır. Əhl-i-Sünnə qardaşlarımızın dediyinə əsasən dinin əsasları, yəni usulü din 3-dür. Tohiddir, məaddır, bir də nübuvvət. İndi bəzi hədisləri nəql edirlər. Mən Buxaridə gördüm. Bunlar da çox bu hədisi nəql edirlər. Güya Peyğəmbər buyurur, Buniyən İslamu ala xəmsin. İslam 5 bina üstündə inşa olunub. Birinci, la ilahə illallahdır, Peyğəmbərin nübuvvətidir, namaz qılmaqdır, zəkat vermədir, vəl-həcc və savmu Ramadan, həcc və Ramazan ayının orucudur. Deyirlər, bu 5 əmr göstəriş dinin əsasını təşkil edir. Şim yoxdur bundan. Dinin əsası deyiləndə nə nəzərdə tutulur? Əgər siz onu inkar etmiş olsanız, kafir olarsınız. Müsəlman olmaq üçün gərək bunları qəbul eləyəsən. Xüsusilə Allahın varlığına, Peyğəmbərin peyğəmbərliyinə şəhadət vermək əsas şərtdir. Yəni, əgər biri Allahı inkar edərsə, müsəlman deyildir. Ya Peyğəmbərin peyğəmbərliyini inkar eləyərsə, o müsəlman deyildir. Hədislərdə keçir, Peyğəmbər buyurur, hər kəs Allahın varlığına və birliyinə və Peyğəmbərin peyğəmbərliyinə şəhadət versə, o müsəlmandır. Bu hədisdə vardır. Şim yoxdur, istəmirəm bugün bunları müzakirə eləyim. Amma bir məşhur hədisi sizə oxumaq istəyirəm. Əhl-i-Sünnənin ən mötəbər kitablarında və bizim də səhih kitablarımızda bu hədis nəql olunub. Müxtəlif formalarda, amma bir hissəsi var, hədisin bir hissəsinin bütün hədislərdə təkrarlanır. Peyğəmbərimiz buyurur, Mən mətə və leysə ləhu imamun mətə meytətən cahiliyyə. Hər kəs ölsə, imamı qəbul etməsə, imamı olmasa, o cahil kimi dünyasını dəyişmişdir. Cahiliyyət dönəmindəki kimi dünyasını dəyişmişdir. Bu hədis Səhih İbn Həbbanda gəlib, indi Əhl-i-Sünnənin mötəbər kitablarındadır. Səhih Buxaridə də gəlib, başqa bir formada. Mən mənbələri çox oxuya bilərəm, istəmirəm buna çox vaxt sərf edeyim. Səhih Müslimdə gəlib, Müsnəd Əhməddə gəlib, Müsnəd Əbu Davudda gəlib və digər Əhl-i-Sünnə kitablarında, amma müəyyən fərqlərlə. Bu, mətə meytətən cahiliyyə, cahiliyyət dönəmindəki kimi dünyasını dəyişər cümləsi bütün hədislərdə təkrarlanır. Hədisin əvvəlində müəyyən cüzü fərqlər vardır. Məsələn, mən mətə və leysə əleyhi imamun. Burada ləhu idi, burada deyir əleyhi. İmamı olmasa mətə meytətən cahiliyyə. Cahiliyyət dönəmindəki kimi dünyasını dəyişib. Müslimdə gəlib, mən mətə və leysə fi unuqihi bey'a. Mətə meytətən cahiliyyə. Hər kəs dünyasını dəyişsə, onun boynunda imamət beyəti olmasa, o cahil kimi dünyasını
dəyişib. Sual budur ki, axı kim Allahı inkar eləsə, axirəti inkar eləsə, yəni usulü dini inkar eləsə, o qeyri-müsəlman kimi dünyasını dəyişər. Amma bu hədisdə deyilir ki, hər kəs imamı inkar eləsə, imamın beyyətindən boyun qaçırsa, dünyasını dəyişsə elə cahiliyyət dönəmindəki kimi dünyasını dəyişib. Görün, nə qədər əhəmiyyətli və önəmli bir məsələ vardır. Demək, usulü din deyiləndə, imamət də dinin usullarındandır. Hətta bunlar öz hədislərinə diqqətlə yanaşsalar, dərin buna bir nəzər salsalar, bunu anlayarlar ki, qardaşım, Allah deyir ki, hər kəs imamı inkar eləsə Allahın Rəsulu deyir bu hədisdə. O, cahiliyyətdəki dünyasını dəyişən insanlar kimi dünyasını dəyişmiş olur. Yəni, İslamdan öncə necə insanlar dünyasını dəyişirdilər, cahil dünyadan köçürdülər. Baxmayaraq ki, bu Peyğəmbərdən sonradır, Peyğəmbər dönəmini yaşayır, Peyğəmbərdən sonraki İslamın dönəmini yaşayır. Amma çünki imaməti qəbul etmir, bu dünyasını cahil kimi dəyişir. Nə olsun Allahı qəbul edir, nə olsun axirəti qəbul edir. Quranda Allah Teala buyurur, Bəqərə surəsinin 30-cu ayəsində, "Vəz qalətil mələikətu, vəzəl rabbuka nicalun fil ardı xalifə." Allah mələkləri dedi, mən yer üzündə xəlifəmi qoyuram. "Vəz qal rabbuka lil mələikəti nicalun fil ardı xalifə." Qalu ətəc'alu fiyhə mən yufsidu fiyhə və yəsfiqud dima. Mələklər dedi ki, sən yer üzündə qan tökəcək, fəsad edəcək bir varlıq yaradırsan. Bunu siz çox eşidibsiniz. Allah dedi, mənim bildiyimi sən bilmirsən. Sonra buyurur ki, mələklərə dedi, sizin bu elmdən xəbəriniz var və alləmə Adəməl əsmə kulləh, thümmə aradhum aləl mələik, fəqaləm bi'un bi əsmə havləyin kundum sadiqin. Biz bütün elmləri Adəmə öyrətdik. Mələklərə dedi, bu elmdən xəbərdarsınız? Dedilər, yox. Qalu subhanəkə la ilmə lənə illə mə alləmtənə. Dedilər, təkcə sən bilirsən. Allahım, sən bilirsən ki, bizə nə öyrədibsən. Dedi, onda səcdə eləyin. Mövzum bu deyil. Əsas nöqtə buradadır. Şeytan səcdə eləmədi. Vəz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu illə iblis əbə və istəkbər və kənə minəl kafir. İblisdən başqa hamı səcdə elədi. Allah nə dedi şeytana? Cənnətdən çıx. Sən Allahın əmrindən çıxdın, itaat eləmədin, Allahın xəlifəsini qəbul etmədin, sən kafirsən. Bu arada çox eşidibsiniz. Şeytan Allahı qəbul edirdi. Şeytan axirətdə qəbul edir. Quranda deyir ki, فَأَنْظِرْنَ إِلَى يَوْمِ يُبْعَثُونَ. Mənə qiyamətə qədər möhlət ver. Qiyamətə qədər. Rəbbim, mənə qiyamətə qədər möhlət ver. Allahı qəbul edir. Axirəti qəbul edir. Səcdə də edir. 6000 il ibadət eləyib. Bəs niyə kafir olur? Niyə də cənnətdən qovulur? Ona görə ki, Allahın xəlifəsini qəbul etmir. Allahın xəlifəsini qəbul etmədiyi üçün onun o Allahı qəbul etməsi, axirəti qəbul etməsi və ibadətləri onu xilas etmir. O olur kafir. O olur dindən çıxmış. Bu hədisdə də bütün müsəlmanların mötəbər mənbələrində nəql olunan matə meytətən cahiliyyə hədisi, hər kəs imamı qəbul eləməsə, dünyasını dəyişsə, cahil kimi dünyasını dəyişir hədisi də bir daha onu sübut eləyir ki, imamət dinin əsasıdır, üsuludur və hər kəs onu qəbul etməsə, necə şeytan cəhənnəmlik oldu, Allahın dərgahından qovuldu, o da Allahın dərgahından qovulur. İndi o şeytan qədər ibadət edə bilməz, şeytan 6000 il ibadət edir. O da gecə-gündüz ibadət eləsin. Uzun saqqal saxlasın. Yüzlər dəfə həccə getsin. Xeyri yoxdur. Bu, önəmli bir məsələdir. Əllamə Əminidən nəql edirlər. Əllamə Əmini bilirsiniz də bizim
böyük alimimizdir. 20 illə yaxın ömrünü sərf edib Qədir kitabını yazıb, Əl-Qədir kitabını. Çox dərin və məzmunlu və istinadlı bir kitabdır. Əhl-i sünnə alimləri onu məclisə dəvət edirlər. 70-80 arası alim olur. Hədis alimləri xüsusilə. Ağa getmək istəmir. Deyir, yox, gəlmək istəmirəm. Onlar təkid edirlər, deyirlər, yığışmışıq, qonaqlar var, süfrə açılıb, sən də dəvətin var. Təkid edəndən sonra ağa onlara bir şərt qoyur. Deyir ki, mən gəlirəm, biz məclisdə iştirak edərəm, amma mübahisə etmərik. Mübahisə ehtiyac yoxdur. Deyirlər, hə, qəbul edirik. Ağa gəlir, məclisdə iştirak edir. Bunlar sual verirlər. Sizlər bəhs açalar, mövzu açalar. Deyir, biz şərt qoymuşduq, söz qoymuşduq. Deyirlər, yox, xahiş edilir sizdən. Hamı bir hədisdir, sən də bir hədisdir. Deyir, indi ki, siz xahiş edirsiniz, mən sizə bir hədis oxuyuram. Bütün səhih mötəbər kitablarda bu hədis nəql olunub. Müxtəlif məzmunlarda, amma bir mühüm hissəsi ki var hədisin, o bütün mənbələrdə eyni cür nəql olunub. O da budur ki, Peyğəmbərimiz buyurur, hər kəs zamanəsinin imamını tanımasa, imamı qəbul etməsə, o dünyasını dəyişsə, cahil kimi dünyasını dəyişir. İndi mənim sualım sizə budur. Xanım Zəhra salamullah aleyha dövrünün imamını qəbul etdi ya yox? Demirdiniz sual verin, demirdiniz mövzu açaq. İndi mənim sualım sizə budur. Xanım Zəhra salamullah aleyha ki, Əbu Bəkirə qarşı çıxır, Buxaridə dəfələrlə nəql olunub, Fədəkə görə İs məsələsində etiraz edir Əbu Bəkirə və Buxaridə də yazılır ki, Xanım Zəhra qəzəbləndi və ta ölənə qədər onlardan razı olmadı. Bu iki haldan xaric deyil. Ya Xanım Zəhra nəuzubillah səhvdir, ya da qarşı tərəf səhvdir. İndi sualım sizədir ki, Xanım Zəhra dövrünün imamını qəbul eləmədi. Peyğəmbər deyir, hər kəs dövrünün imamını qəbul etməsə, dünyasını dəyişsə, cahil dünyasından keçir. Yoxsa onlar dövrün imamı deyildilər. Heç kim deyə bilməz Xanım Zəhra dövrün imamını qəbul etmədi. Peyğəmbər dedi, Xanım Zəhra qəzəblənəndə Allah qəzəblənir. Xanım Zəhra cənnət qadınlarının, dünya qadınlarının, xanımların xanımıdır. Cənnət xanımlarının xanımıdır. Dövrün imamını qəbul etməyən cənnətdə nə eləyir? Bu məsələ çox mühüm bir məsələdir. İmamət məsələsi. Xanım Zəhra təkcə dövrün imamını qəbul etmədi. Hətta dövrün imamının yolunda canını da fəda elədi. Fərq var burada. Bir var dövrün imamını qəbul eləyəsən, bir də yox. Elə bir məqamda olasan ki, elə bir mərtəbəyə yüksələsən ki, sən dövrün imamının höccətinə çevrilirsən. Xanım Zəhra salamullah aleyha ona görə qabağa keçdi ki, dövrün imamını qəbul etmək üçün, tanıtdırmaq üçün Xanım Zəhra səviyyəsindəki bir nüfuzlu şəxsiyyət lazım idi. Həzrət Əli əleyhissalam çox təsirli bir adam idi. Peyğəmbərin yanında, Allahın yanında aydındır bunlar. Cəmiyyətdə də. Amma çünki Həzrət Əli əleyhissalam döyüşlərdə iştirak etmişdi. Birinin əmisini öldürmüşdü, birinin dayısını öldürmüşdü. Muaviyə ona görə, bir də ona görə Əli əleyhissalamla düşmənçiliyə ədavət aparırdı. Onun nəsli ona görə Əməvilər Həzrət Əli ilə düşmən idilər ki,
onların babalarını, onların əcdadını Bədirdə, Uhudda cəhənnəmə göndərmişdi. Bir səbəb bu idi, Əli əleyhissalama qarşı nifrət var idi. Digər səbəb bu idi ki, Əli əleyhissalam bənzərsiz bir rəqibi idi. Heç bir sahədə heç kim Həzrət Əli ilə ayaqlaşa bilmirdi. Rəqabət apara bilmirdi. İbadətdə rəqabət aparardın? Mümkün deyildi. Bu abidlərin abidi idi. Şücaətdə hərb meydanında kimsə Həzrət Əli ilə müqayisə oluna bilərdi. Bütün pəhləvanlar özünü Əli yanında şagird görürdülər. Bunu da hər adam qəbul edə bilmir. Sağlam adam yalnız və yalnız özündən üstün olan insan qəbul edə bilər. O insan özündən öndə gedəni qəbul edə bilər ki, həqiqətən də safdır, həqiqətən də Allaha iman gətirib, həqiqətən də pak insandır. Əksəriyyəti belə deyil. Sən adi bir sahədə bir müvəffəqiyyət əldə et, gör nə qədər xainlər, həsəd eləyənlər çıxacaq. Hələ adi bir məsələdir. Gör, indi Həzrət Əli Allahın Peyğəmbərinin qarşısında şücaət göstərir. Bütün müsəlmanların mötəmər mənbələrində nəql olunub ki, mən də bir gün burada elə xütbəmdə nəql etdim. Səd ibn Əbu Vaqqas deyir ki, Muaviyə, ona görə Həzrət Əlini lənət deyə bilmərəm ki, Peyğəmbər dedi, sabah bayrağı elə bir şəxsin əlinə verirəm ki, Allah da onu sevir, Rəsulu da onu sevir. Bunu kim deyir? Bunu Allah Rəsulu deyir. Bunu kim nəql edir? Bunu bütün mötəbər sayılan o hədis mənbələrin müəllifləri nəql edir. Sabah bayrağı elə bir kişinin əlinə verirəm ki, Allah da onu sevir, Peyğəmbəri də onu sevir. Və o da Allahı və Peyğəmbərini sevir. Və Həzrət Əlinin əlinə verdi bayrağı, o qalanı fəth etdi. Belə bir şəxsə qarşı yalnız və yalnız pak insan, Əbu Zər kimi, Salman kimi, Miqdad kimi iman sahibləri qibdə eləyə bilər. Çoxları həsəd eləyirdi. Həzrət Əliyə qarşı cəmiyyətdə o öndə gedən insanların böyük əksəriyyətində həsəd var idi. Hakim Neşaburi Müstədrək kitabında nəql edir. Deyir, Peyğəmbər Həzrət Əlini səfərə göndərmişdi. Sahabələr də ondan var idi. O sahabələrdən 4-ü sözləşdilər ki, biz bir-bir girərik Peyğəmbərin yanına, Həzrət Əlinə şikayət eləyərik. Qoy, Həzrət Əli Peyğəmbərin gözündən düşsün. Biri girdi, Həzrət Əlidən Peyğəmbəri şikayət elədi. Buna Hakim Neşaburi Müstədrəkdə yazır. Deyir, Peyğəmbər baxdı ona, dedi, Ma turiduna min aliyyin, aliyyun valiyyü kullu mu'minin ba'di. Nə istəyirsiniz Həzrət Əlidən? Əli məndən sonra bütün möminlərin vəlisidir. İkincisi də şikayət elində Peyğəmbər bunu təkrarladı. Üçüncüsü də şikayət elində Peyğəmbər bunu təkrarladı. Dördüncüsü də şikayət gördülər, xeyri yoxdur. Əli əleyhissalam şücaət meydanında bənzərsiz bir rəqib idi. İbadət meydanında deyilə, səxavət meydanında deyilə, mürüvvət, ədalət. Ədaləti barəsində mən bir dəfə keçən illər çıxış etmişəm. O şəxslər ki, Həzrət Əlinin qapısını sındırdılar, öz mənbələrin dediyinə əsasən, zorla Həzrət Əlini beyətə apardılar. Bir gün Malikəşlər gəlib deyir Həzrət Əliyə, Abdullah ibn Ömər beyət eləmir. Ömərin oğlu Abdullah beyət eləmir. Deyir, beyət eləmir. Onun atası Həzrət Əlinin qapısını sındırıb, Peyğəmbər balasını şəhid eləyib, Həzrət Əlini zorla beyətə aparıb. Bir gün onun oğlu Həzrət Əli beyət eləmir. Ağa buyurdu Malikə ki, buraxın gitsin. Məcbur eləməyin onu beyətə. Amma ondan bir
Zəmanət alın ki, düşmən bizə qarşı qalxarsa, bizə müharibə elan eləyərsə, onlara qoşulmasın. Getdilər, dedilər, Ömər oğlu Abdullah dedi, yox. Mən o zəmanət də vermirəm. Görün, bunun atası Həzrət Əlidən beyət almaq üçün hansı cinayətləri eləməyib? Bugün gəlib düşüb Həzrət Əlinin əlinə naz eləyir. Həzrət Əlidə işiniz yoxdur ondan. Ədalətə baxın, kişiliyə baxın. Həman adam bir gün eşidir ki, Həccac ibn Yusuf Səqəfi xəlifə olub. Nə eləyir? Gecəykən gəlir qapıya, qapını döyür, sarayın qapısını. Nəyə gəlibsən bura? Gəlmişəm beyət eləməyə. Peyğəmbər deyib ki, hər kəs dövrün imamına beyət eləməsə, dünyasını dəyişsə, cahil kimi dünyasını dəyişsə. Görün, Həccac da başa düşür bu nəyə görə gəlib, qorxudan gəlib bura. Əlinin ədaləti onu heyrətə gətirmədi. Həccacın zülmü onu Həccacın ayağına gətirdi. Həccac da dedi, gəlsin. Deyir, heç yerindən durmadı, uzanmışdı. Yorğanının altından ayağını çıxartdı, dedi, mənim ayağıma beyət elə. Bu bir hadisə deyil, ha. Bu bir cərəyandır. Bugün də elədir. Hər kəs Əlinin yolunda olan alimlərə, möminlərə, ruhanilərə beyət eləməsə, həccacların ayağına beyət eləyəcək. Bu bir qaydadır. Allahu Ekber, sallallahu ekber, Allahu ekber, hamdülillah. Həzrət Əlinin ədalətinə baxın. Ya o birisinin özü, Əbu Bəkirin özü Ömərlə bir yerdə hücum etmişdilər, xanımın şəhid etdilər Həzrət Əlinin evinə. Qızını hər meydanında tutur. Hər meydanında. Onlar Peyğəmbər qızını öz evində şəhid etmişdilər. Həzrət Əli onların qızını hər meydanında, döyüş meydanında tutur. Onu ehtiramla Peyğəmbərə görə yola salırlar. İndi kimin Peyğəmbərə hörməti var? Peyğəmbərin qızını Peyğəmbərin evində haqsızcasına öldürən adamın Peyğəmbərə hörməti var. Yoxsa Peyğəmbərin həyat yoldaşını döyüş meydanında tutan, onu ehtiramla yola salan insan. Kimin Həzrəti Peyğəmbərə hörməti var? Cəfər Təqinin bir şərhi var Nəhcül Bəlağə. Orada alimlərin, dünya alimlərin nəzərlərini Həzrət Əli haqqında nəql edir. Bir Rus aliminin də nəzərini deyir. Rus alimi deyir, indi adı yadımda deyil. Deyir ki, Həzrəti Əli qədər Peyğəmbərə heç kim sədaqətli olmayıb. Heç kim bağlı olmayıb, deyir. Bu dəhşətli bir şeydir, deyir. Həzrət Əlinin imtiyazları, üstünlükləri o xain insanları ona qarşı birləşdirirdi. Onların ümumi düşməninə çevrilirdi. Və digər səbəblər var idi. Cəmiyyətdə Həzrət Əli məzlum olmuşdu. Xanım Zəhra kimi bir nüfuzlu, həm Allah yanında hörməti olan, Peyğəmbərin yanında hörməti olan, həm cəmiyyətdə Peyğəmbəri qızı kimi tanınır, həm mübahilədə iştirak edən yeganə bir xanım kimi insanlar onu tanıyır. Peyğəmbərin ona olan diqqətindən xalq, cəmiyyət xəbərdardır. Həm də bu saydığım o səbəblərin onda olmaması, xanım Zəhra bir qadın idi. O kimsəni öldürməmişdi. Ona o səbəblər ki, Həzrət Əliyə qarşı insanları o cəmiyyətdə o xainləri qaldırırdı, o səbəblər xanım Zəhrada yox idi. Ona görə də xanım Zəhra nəinki imaməti qəbul eləyir, imamətin bir höccətinə çevrilir. İmamətin bir dayağına çevrilir. Xanım Zəhra da imamət üçün nə lazım idisə eləyir. Lazım gəldisə şəhadətə geçsin,
və öz canını fəda etsin. Ora qədər Həzrət Əlini imaməti müdafiə elədi. Elə bir gündə meydana gəldi ki, xanım Zəhra, çoxlu kişilər qorxudan qaçıb getmişdilər. Ona görə də Peyğəmbərimiz buyurur, hər kəs imamını qəbul etsə, İslamla, imanla dünyasını dəyişir. Hər kəs dövrün imamını qəbul etməsə, o cahiliyyətdəki ölənlər kimi dünyasını dəyişir. Xanım Zəhranın bu addımı, bu şəhadəti onun imamətə olan dərindən, bağlılığından irəli gəlir. O imaməti Allahın buyurduğu kimi qəbul etdiyinə görə öz canından keçdi, müdafiəsinə qalxdı və vəsiyyətində də imaməti müdafiə edir. Deyir, mənə gizli dəfn edin, gecə vaxtı dəfn edin. O adamları dəfnində qoymayın. Siz təsəvvür edin, Peyğəmbərin qızı dünyasını dəyişib. Hə? Peyğəmbərdən bir neçə ay sonra. Allahın Rəsulunun qızı dünyasını dəyişib. Əgər heç nə yox idisə burada, heç nə baş verməmişdisə, bütün bunlar Peyğəmbərin qızının dəfnində iştirak etməli idilər. Xəlifə iştirak etməli idi. Onun ətrafdakıları iştirak etməli idi. Nə baş vermişdi ki, xanım Zəhra salamullah aleyha dedi ki, məni gecə ikən dəfn edin. Xəlifə və onun ətrafdakıları iştirak etməməlidir. Qəbrim gizli qalmalıdır. Niyə? Bunlar hamısı imamətin müdafiəsi üçün idi. Xanım Zəhra salamullah aleyha tarixə öz mesajını vermək üçün bu vəsiyyətləri elədi və öləndən sonra da Həzrət Əlinin yanında olmasını göstərdi. Xalqa mesaj verdi, müsəlmanlara ismarış verdi ki, mən dünyamı dəyişirəm, orada da narahatam, onlarla razı getmirəm və bu da mənim etirazlarım. Həzrət Əli əleyhissalam da o 25 il müddətində vardı, adı Sahab idi. Onu Peyğəmbər Qədirxumda Həzrət Əlinin başına qoymuşdu. Sahab buluda deyilir. Ərəb dilində buluda deyilir. Peyğəmbərin əmaməsində Sahab idi. Həzrət Əli onu qoydu başına, əbasını atırdı, hərdən gəlirdi cümə namazına. Və o Qədirxumda olanlar, o sahabələr ki, orada iştirak etmişdilər, görəndə Həzrət Əli o əmaməni qoyub məscidə gəlib, deyirlər, Cəaliyyun fis-sahab, Əli yenə də sahabla gəlib. Sahab əmaməsini qoyub. Öz etirazını bildirirdi. İnsanlara o günü xatırladırdı. Əhl-i Beytin həyatında bu ismarıcılar, mesajlar çoxdur. Xanım Zəhra öz vəfatı ilə, öz şəhadəti ilə, öz dəfni ilə bu günə qədər o ismarıcıları verir. Yoxsa Peyğəmbərin qızıdır, Peyğəmbər deyir, mənim ciyərparəmdir, mənim əzizimdir, o qəzəbləndə Allah qəzəblənir. Nətər olur bu dünyasını dəyişib, Peyğəmbərin yerində oturan onun məclisinə buraxılmır. Xanım deyir, onlar gəlməsinlər, mən onlardan razı deyiləm, məni gecə ikən qüsül eləyin, gecə ikən dəfn eləyin. Deməli, burada ciddi bir məsələ vardır. Haqqı müdafiə etmək üçün gərək biz onun bütün mümkün yollarından istifadə eləyək. Haqqı müdafiə etmək üçün və haqsızlığa etiraz etmək üçün onun mümkün variantlarından istifadə eləyək. Xanım Zəhra salamullah aleyha bütün formalarında Həzrət Əlini imaməti müdafiə elədi və imamətin nə qədər önəmli olduğunu bir daha bizə, tarixə, bütün vicdanlı insanlara mesaj verdi. Allah inşallah bizi Xanım Zəhradan ayrı salmasın. Allahım səni and verən izzəti və cəlal və əhl-i beytin hörmətinə. Bizi Xanım Zəhranın
həqiqi əzadarlarından qərar verginə. Bu məclisləri bizdən qəbul eyləginə. Məclisə gələn ana bacılarımızın, qardaşlarımızın hacətlərini qəbul eyləginə. Müşküllərini həll eyləginə. Övladı olmayanlara övlad bəxş eyləginə. Evi, eşiyi olmayanlara ev əta eyləginə. Allahın xəstəsi olanların xəstələrinə, Əhl-i Beyt hörmətinə, xanım Zəhranın hörmətinə, xüsusilə nəzərdə olan xəstələrə şəfa inayət eyləginə. Allahım aqibətimizi xeyirli eyləginə. Həbsdə olan bacı qardaşlarımızı izzətlə azad eyləginə. Alimlərimizi, müştəhidlərimizi, xüsusilə rəhbərimizi pənahında hifz eyləginə. Dünya məzlumlarını Suriyada, İraqda, Livanda, Yəməndə, Sudanda, Fələstində, İranda, Azərbaycanda, bütün dünya məzlumlarını zalimlar üzərində qalib eyləginə. Allahım ağanın zuhurunu təcil eyləginə. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.